Selamun aleyküm. Ben başa düşmürəm, bu dövlət agentliyi olan APA'nın bu Türk İslam düşmənçiliyi nədən qaynaqlanır? Türk dilinə aid bir veriliş yayımlamışlar, onu da paylaşmışlar, o hissəni məhz kəsib. Bəhbəhlə bir manşetdə paylaşmışlar, sən demə Türk dili, biz danışdığımız dilə, yəni onların təbliği Azərbaycan dilinə ziyandır. Halbuki bizim danışdığımız dil də Türk dilidir, Azərbaycan dili deyil. Yəni bunu yanaşanlar ya savadsızdılar, ya da qərəzlidirlər. İndi də görürük, bu bir hansısa bir həkimdən müsahibə götürüb, oruç tutmaq, uşaqlara oruç tutmaq ziyandırmı, sual da qoyublar. Orada da həkim deyir, 10 yaşdan sonra güya biz bilmirik də, sağ ol. İslam dilində zaten uşağın həddi buluğa çatandan sonra oruç tutmaq yaşı var da, onu hamı bilir də. Kim uşağını köydü, yaşlarına güya oruç tutturur ki? Yəni bu lazımsız mövzular nəyə lazımdır? Bu APA nə etmək istəyir? APA dövlət agentliyidir. Bu dövlətin başçısı olan İslamofobiyadan danışır, yolumuzun Türk-İslam dünyası olduğundan danışır. Dövlət agentliyi olan, media agentliyi olan APA-dır. Qoyur sənə Türk kimliyinə, Türk dilinə qarşı, sonra indi İslam dininə qarşı bu provokasyon verişlər hazırlayır, sual qoyur. Bu Ramazan ayında özdə nə siz durmusunuz, o başqa mövzu mu yoxdur? Oruç, hər kəs narahat olmur. Hər kəs uşağını da bilir neçə yaşda oruç tutturmaq lazımdır. Siz gedin özünüz haqqında fikirləşin, öz uşaqlarınız haqqında fikirləşin. Azərbaycan məktəblərində, universitetlərində nə biabırçılıqlar baş verir, onun haqqında fikirləşin. Müəllimə güllələnir, nə bilim, uşaq-uşağı piçaqlayır, yeni yetmələr bir-birlərini piçaqlayırlar. Birazdan Amerikada kimi qoşa dövlət tüfənglə hamı bir-birini küçədə vuracaq. Gedin onun dərdini çəkin, o da problemlər var, narkomaniyanın dərdini çəkin. Gedin Bakı məktəblərinin tualetlərinə baxın, şprisdən bizim vaxtında siqaret akurkası idi, indi şprisdən deyil, yer tapılmır. Gedin ondan danışın, gedin danışın ki, uşaqlarımızın neçə yaşından cinsi həyatına başlayırlar. Qızlarımız yeniyetmə yaşlarında barlarda nə işləri var, orada nə işləri var, burada nə işləri var. Gedin ondan danışın. Gedin ondan danışın ki, balaca uşaqlar üzr istəyirəm, balaca uşaqlar küçələrdə salfet satırlar, onu satırlar, bunu satırlar, maşını yumağa cəhd eləyirlər. Balaca uşaqlar, halbuki onların məktəbdə oxumaq vaxtıdır. Balaca uşaqları yaşlarına uyğun olmayan restoranlarda və digər yerlərində işlədirlər, fəhlə kimi. Gedin onu araşdırın, gedin o qədər bizim uşaq problemi, qadın problemi, gedin boşanmalardan danışın. Gedin o qədər problemlər var ki, gedin ondan danışın. Siz nə oldu öyle İslam gələndə ya hicaba sataşırsınız, ya oruca sataşırsınız. İndi başqa mövzu olmuyor. Namaza da neçə yaşlı uşaq namaz qılına bilər. Orada burnunuzu soxun. Siz niyə burnunuz girməyən yerə başınızı soxursunuz? O boş başınızı, işləməyən başınızı, o boş işləməyən başınızı daha işlək yerlərə fikirləşin, işlədin. İstəyirsiniz, o qədər mövzu verdim sizə. Yəni bu bilərəkdən bu İslamın, müsəlmanların hissiyyətinə toxunan bu mövzulardır. Hicab qutardı, indi orucdur, oruç qutaracaq, namaz başlayacaq, namaz qutaracaq, təzədən hicab başlayacaq. Yəni bu lazımsız mövzulardır, bu gərginlik yaradır cəmiyyətdə. Zaten cəmiyyətimiz gərgindir, zaten cəmiyyətimiz partlamağa hazırdır. Onun için de bu cür mənəvi, onsuz da bir mənəvi boşluq var, bir degradasiya yaşayırıq. Bunu siz niyə bu mənəvi boşluğu, bu degradasiyasını siz daha da dərinləşdirirsiniz? Bu lazımsız mövzular. APA agentliyi, APA dövlətin siyasətinə uyğun gələn bir siyasət aparmaq yönünə, yoxsa dövlətin siyasəti elə budur. Bəs onda yaxşı prezident İslamofobiyadan danışır. Gələcəyimiz Türk dünyasıdır deyir. Siz isə məsəl üçün başlayırsınız, Türk dili belə getdi, İslam belə gəldi. Hansı mövzular ki Azərbaycan xarici siyasətinə, dövlət siyasətinə zid mövzuları olmalıdır. Siz o mövzuları ortaya qoyursunuz və başlayırsınız bunu dövlət agentliyi adından bu təbliğat aparmağa, biri ekspert kimi çıxarırsınız, birini professor kimi, birini həkim kimi bu lazımlı mövzuları qurtarırsınız. Bu APA agentliyinə, prezidentə mən müraciət, xanım da özdə, adını bilmirəm, adı yadıma gəlmir. O xanıma demək istəyirəm, sizin nədir, yəni ki, sizin niyyətiniz nədir, biz bilək. Bunu dövlət mi sizə zakaz verib, siz öz fəaliyyətlə məşğulsunuz, yoxsa siz prezidentin dediklərini saymırsınız və öz bildiyinizi edirsiniz. Biz bunu açıqlayın, biz bilək, ondan sonra da buna uyğun olaraq mövqümüzü sərgiləyək.